Niyə bu mövzunu açdım? Son günlərdə hamımız bilirsiniz. Necə sizi narahat edib, elə hamımızı narahat edən məsələyə görə açdım bu mövzunu. Məscidin torpağı ilə bağlıdır söhbət. Biz eşitdik oradan buradan, amma rəsmi qərar hələ eşitməmişdik. Keçən cümədən sonra rəsmi xəbər verildi. Biz də bugün münasibətimizi bildiririk. Məscidin torpağı ilə bağlı. Bütün inancları narahat edən məsələ, gündəmin məsələsinə çevrilir. Başqa ölkələrdən zəng edirlər. İnanın ki, hara gedirsən bunu soruşurlar. Cəmiyyətdə aləm deyib bir-birinə. Bilməm nəyə lazım idi bu qərar. Ümumiyyətlə, dövlət məmurlarının qərarı millətin xeyrinə olmalıdır. Cəmiyyətin mənafeyinə xidmət eləməlidir. Bu cür qərar çıxartmaq, yəni insanlara xidmət edən qərar çıxartmaq, məmurların vəzifə borcudur. Əks təqdirdə yaxşı sonluqla nəticələnmir. Necə ki, biz bunu 2009-da gördük, siz hamınız gördünüz bunu. 2009-da olan məscidin sökülməsi ilə bağlı o problemləri görmüşsünüz, çox belə də o tərəf deyil. Bir neçə il bundan öncə hamınız gördünüz nə problemlərlə üzləşdik. Səhv qərar çıxardıldı 2009-da, kütləvi etirazlara səbəb oldu. Halbuki 1996-cı ildə 1.3 hektar, yəni 130 sot torpaq ayrılıb bu məscidə. 130 sot, eşidin və bilin. Və məscidin istifadəsinə verilib. 2009-da qərar çıxardıldı ki, ləğv oldu. Kütləvi etirazlardan sonra, müəyyən məsələlərdən sonra məsələ öz həllini tapdı. 2010-cu ildə təzədən həmən 130 sot torpaq məscidin istifadəsinə verildi. Yəni 1.3 hektar. Amma indi yenə görürük, həmən səhv yenə köbücəsini təkrarlanır. Həmən səhv yenə təkrarlanır. Niyə lazımdır bu? Hansı ki, xarici qüvvələrin təzyiqi ərəfəsidir. Nə qədər intiharlar baş alıb gedir, yəqin baxırsınız, xəbərimiz var. İntiharların sayı günbəgün artır, iqtisadi böhran var. Belə bir dönəmdə bəzi məmurların çıxartdığı bu qanun, bu hökm, düşmənin dəyirmanına su tökməkdən başqa bir şey deyil. Vallah deyil. Kimdir bu məmurlar? Bu bəzi məmurlar kimdir çıxartdı bunu? Para xidmət edirlər. Niyə çıxartdılar bunu? Kim təşviq elədi bunları bu qanuna? Nəyə lazım idi bu? O ki, qaldı ərazinin böyüklüyünə. Bəzi oğla ərazinin böyüklüyünə arqument kimi gətirirlər ki, ərazi böyüdü. Unutmayaq ki, Fatimə Zəhra məscidi 50.000 əhalisi olan qəsəbənin yeganə məscididir. Burada bugün Yeni Günəşdə 50.000 insan yaşayır və bu qəsəbənin yeganə məscidi buradır. Bunun çox olması, ərazinin böyük olması nə problem yaradır ki? Və siz bilirsiniz, burada olan dini ayinlər icra olunanda müəyyən, məsələn, Qədr gecələrində nə qədər insanlar yığışır və əraziyə bizim ehtiyacımız var. Elə də boşda deyil bura. Kütlənin çox olmasına gəldikdə isə, biz nə xidmət eləmişik ki burada, neynəmişik? Bizə həmişə xidmətimiz bu olub. İnsanlara doğru dürüst yolu göstərmək, milli mənəvi dəyərlərin aşılanması. Bu cümlə danışmışam neçə ildir. Cəmaatın çoxluğu, azlığı mənim mövqeyimi dəyişməyib. Əvvəl gündən necə danışmışam, yenə danışmışam. Bu mənim mövqeyimdir və mənim dinə olan baxışımdır. Heç kəs də bu baxışı məndən istəməyib, belə danışmağı məndən istəməyib. Mən belə başa düşmüşəm, belə təbliğ eləmişəm. Bizə qorxmağı lazımdır ki, düzgün çalışmışıq, dini çatdıraq, dini ayinləri icra eləyək. Mən belə düşünürəm, qorxmağa ehtiyac yoxdur burada kütlənin çox olmasına görə. Qorxulu olan məqam başqa yerlərdir. Qorxmaq lazımsa bugün dünyada İslam dini adı altında günahsız insanları təkfir edib, uşaq başı kəsməklə məşğul olan cərəyanlardan qorxmaq lazımdır, bizdən yox. Uşaq başı kesir, baxırsınız özünüz. Adam baxa bilmir, ürəyi yanır. Uşağın 12 yaşında uşağın başını Allah deyib kesir və gülə-gülə kesir. O cərəyanı təmsil edənlərdən qorxmaq lazımdır. Biz qorxulu deyilik. Necə ki, bu yaxınlarda oturub Suriyada deyir, Azərbaycanı qan gölünə çevirəcəyik. Qan gölünə çevirəcəyik. Ölkənin şəhidinə şəhid demir bu insan. Deyir, orada olan ölənlər şəhid deyil. Gedin 2 dənə çıxış edib, çıxışlarına baxın. Deyir, Azərbaycanda şəhid olanlar şəhid deyil. Onlar tağut hakimiyyətindədir və şəhid deyirlər. Onlar kafirdirlər. Şəhidinə kafir deyən bir insandılar. Amma bizim məzhəb nə deyir?
Biz şəhidlərimizə dəyər veririk. Dəyər verməkdən kənar. Hələ şəhid Mübariz bu məzhəbi təmsil eləmirdi. Bu yaxınlarda şəhid Çingiz bu məzhəbi təmsil eləmirdi. Biz şəhidlərimizə dəyər veririk. Hələ bu azmış kimi insanların inanc mövzusuna toxunur. Deyir, mən müsəlmanlar deyirəm, müsəlman deyəndə şiyələri nəzərə tutmuram. Şiyələr müsəlman deyil, kafirdir. Unutmayın, bu Azərbaycanın 70% əhalisi şiyə əqidəsindədir. 70% şiyə əqidəsində olan millətin əhalisinə kafir deyir. Onlar qorxuldu, yoxsa biz? Biz ki millətimizi sevirik. Biz ki vətənimizi sevirik, torpağımızı sevirik. Canımız qurban olsun vətənimizə. Bizdən qorxmağa heç ehtiyac yoxdur. Bunu da qeyd eləmək istəyirəm sizə. Biz necə qələmə verilmişik sanki? Sanki belə qələmə verilmişik ki, biz torpaq yox idi bu qəsəbədə, məsciddə yox idi bu qəsəbədə. Qəsəbə əhli sanki gedib adiyyəti qurumlara müraciət edib, deyib, bizə torpaq verə bilərsiniz. Onlar deyib, sizə 25 sot torpaq verdik. İndi qəsəbə əhli etiraz edir ki, siz bizə niyə 25 sot verdiniz? Siz bizə çox verməlisiniz, məsələ belə deyil. 25 sot verilməyib, 105 sot alınıb. Nəinki 25 sot verilib? 105 sot alınıb, 25 sot verilməyib. Onsuz da buranın ərazisi təxminən 130 sot idi. 25 sot ayrılıb və qanun var idi ərazi haqqında. Amma biz belə qələmə veririk, sanki biz gəlmişik, deyirik bizə 25 çox verməməlisiniz, çox istəməlisiniz. İnsanlar da bu cürə fikirləşirlər. Vallah belə deyil. Dilim bir yağ, yenə deyirəm 2010-cu ildə məhkəmənin qərarı ilə təsdiqini tapıb 1,3 hektar torpaq sahəsi bu məscidin istifadəsinə verilib. Məscidin istifadəsinə verilib. Hələ bu azmış kimi deyir, məscidin icması axundu qeyri-rəsmidir. Biz onun yerinə məscid dikiləndən sonra rəsmi icma təyin eləyəcəyik, rəsmi axundu təyin eləyəcəyik. Burada mən qərəzdən başqa bir şey görə bilmirəm, vallah. Qərəzdən başqa bir şey görə bilmirəm. Etiraz edirik. Şəxsən bir din xadimi olaraq mən etiraz edirəm. Olmaz bu. Biz bu qərarı qınayırıq. Səhv addımdır. Niyə səhv addım? Çünki məscid ərazisi, unutmayın, həm məscid, həm ərazisi. Həm məscid və həm ərazisi qarış-qarış torpağı bizə əzizdir. Qarış-qarış torpağı bizə əzizdir. Öpüb gözümüzün üstünə qoymaq hazırıq. Nəinki məscid, ərazisi də bizə əzizdir. Məscid ərazisi ilə birlikdə Allahın mülküdür. Nəinki məscid ərazisi, bütün yer göy Allahındır onsuz da. Bütün aləm Allahındır. Allah bizə məhəbbətindən torpaq verib, yer verib. Bir hissəni ayırıb özünə ki, bu məscid mənim olsun, torpaq mənim olsun. İnsan bəzi vaxtlar gəlir, bir məqama çatır ki, Allaha deyir, səndə olan torpağı da səndən istəyirəm. Vallah böyük dərddir. Ölüb gedəcək bir gün. Amma nə yaxşı olar ki, yaxşı adla çıxa gedək bu dünyadan. Bir gün o torpağın altına hamımız geyəcəyik. Kimisi cavan, kimisi qoca. Amma bizə əzizdir bu torpaq, vallah əzizdir. Bu məscidin daşın torpağını öpürük biz. Mənim öz mülküm deyil ki, mənim şəxsi torpağım deyil ki, dimgə götür aparım bunu. Allahın evidir bura. Torpaq da Allahındır. Peyğəmbər Cəbraildən nəql edir. Allah özü buyurur, məscidlər məni üçün çox dəyərlidir, Allah buyurur. Məscidin ərazisi və torpağı möminlərin, inanclı insanların sanki namusudur. Namusudur sanki. Ona toxunanda insana əziyyət verir. Peyğəmbər nəinki məscidə, deyir, məscidin adına hörmətsizlik eləməyin, hədisdir bu. Deyir, məscidin adına hörmətsizlik eləməyin, Peyğəmbər buyurur. Ərazisi qalsın kənara, torpağı qalsın kənara, məscidin özü qalsın kənara. Hədis deyir, məscidə musayicid deməyin, musayicid yəni kiçik məscid. Deməyin, kiçik məscidə getdim, hörmətsizlikdir məscidə. Allah deyir, mənim evimin adını belə çəkməyin, hələ adına deyir, hörmətsizlik eləməyin. Bu Allahın yanaşmasıdır. Və Allah nə deyir? Allah Qur'an-ı Kərimdə deyir, məscidləri xarab eləyənləri ləhum fid-dunya xizyun və ləhum fil-axirəti əzabun azim. Allah deyir, nəinki axirətdə, dünyada da bəlanı göndərəcəm. Nəinki axirətdə, dünyada bəla göndərəcəm, dünyada bəlanı görəcəklər. Vallah 2009-da bu bəlalar gəlmişdi. Qeybi yardımlar gəlmişdi, mən özüm görmüşəm, siz görmüşsünüz. 2009-da olan vəziyyəti gördünüz, rayonları, kəndləri su basmışdı. Yadınıza salın tarixi. Rayonları, kəndləri su basmışdı.
torpaq sürüşməsi olmuşdu. Buna təsadüf kimi baxa da bilərlər, amma biz ona təsadüf kimi baxmırıq. Biz ona xanım Zəhranın inayəti kimi baxırıq. Hikmət kimi baxırıq, nəinki təsadüf. Aləmdə təsadüf yoxdur. Axı bizə ağırdır. Axı biz burada dualarımız qəbul olub. Biz bura girəndə sanki xanım Zəhranın qəbrinə daxil oluruq, gəlirik qəbrini ziyarət eləməyə. Biz bura fədəy kimi görürük buranı. Vallahi burada çox insanların duası qəbul olub. And olsun Allaha, şəxsən mən özüm burada çox inayətlər görmüşəm. Danışıblar da bir. Zəhracığım, sən necə elə öz dönəmində məzlum olmuşsan, indi də məzlumsan. İcazə verin bir dənə sizin adınızdan danışım da xanımla. Zəhracığım, mən sən şahid ol, mən neçə ildir xidmət edirəmsə, bir dəfə də olsun sənə ana deməmişəm. Amma burada oturanların adından deyirəm. Anadan ya Zəhra. Anadınız ya Zəhra. Vallahi bizə ağırdı. Vallahi qəlbimiz doludur. Belə də yox Zəhracığım. Belə də yox Zəhracığım. Zəhra necə məzlum idi, təsəvvür edin. Peyğəmbər dünyasını dəyişəndən sonra Əli əleyhissalamın vilayətini qorumaq üçün qapı İmam Həsən, İmam Hüseyin əlində tutmuşdu. Bir qapıları döyürdü, deyirdi gəlin əlini qoruyun. Belə də ümmət olar. Vallahi eşidin bilin, burada olan inanclı insanlara bu ərazinin alınması sanki Zəhranın üzünə ikinci silidir. Vallahi belə düşünürlər insanlar, eşidin bilin. Axır sözümü mən müraciət edirəm onun balası olan İmam-ı Zəmana. Ağacan ya sahibəl əsri və zəman. Bu məscidin sahibi sənsən. Ağa biz yetim deyilik ki, məscidin sahibi sənsən, mən nökəriyəm bu məscidin. Ağa kaş gələsən. Kaş gələsən məscidi sənə izzətli şəkildə təhvil verək. Bizə deyək daha ağacan verdik sənə, buyur. Əlimizdən bu gəlirdi.